Sizinlə çox dadlı yarpaq sarması resepti bölüşürəm. Bunu mən çalışıram ki, tez-tez edim, çünki dadı çox super alınır. Bizə lazım olacaq ərzaqları videonun üzərində əlavə etmişəm. Soğanımızı belə xırda-xırda ya doğraya bilərsiniz, ya da mənim kimi edə bilərsiniz. Yağda qızardırsınız, içinə bir sarımsağı da əzərək əlavə edirsiniz. Bundan sonra pomidoru bu formada çəkirik. Göyərçilərimizi də elə həmin formada mən etdim. Siz doğraya da bilərsiniz. Quyruq və ət də əlavə edə bilərsiniz. Ətsiz də edə bilərsiniz, amma quyruq vurulduğu zaman daha da dadlı alınır. Bir qaşıq da tomat pastası əlavə edərək belə qarışımımızı, burada mən sizə göstərməyi unutmuşam, yumru düyüdən də əlavə edərək biraz bişirirsiniz və bu cür içliyi alınır. Bundan sonra da üzüm yarpağına bükürsünüz. Çox sıx bükməyin, çünki düyülər şişdiyi zaman yarpağınız parçalanmasın və bu formada da qazana düzürük. Çox dadlı yarpaq sarması alınır. Üzərinə də limon və duzu əlavə edərək, su da əlavə edərək qaynadırıq və nəticəsi də çox möhtəşəm alınır. İndidən hazırlayacaq olan hər kəsə nuş olsun. Kanalımı izləyərək mənə dəstək olmağı unutmayın. Növbəti videolarda görüşərik.